Əldə az pulum var, nətər biznes qura bilərəm ki, uduzmayım? Və yaxud rayondan, kənddən mal gətirirəm, nətər eləyə bilərəm ki, bunu satım, uduzmayım? Ümumiyyətlə, bunu bilənlər getdi qabağa. Mən primitiv bir misal çəkəcəm və bu insanın elədiyini siz öz məhsulunuza tətbiq eləsəz, uduzmaq şansı yoxdur da burada. Sizin məhkəmənizə çıxartıram bu məsələni. Gör bir insan adicə kartofla necə raskursiz eləyib, özün milyonçu eləyib. Günlərin bir günü bir cavan oğlan girir bazara, deyir ki, mən alver eləmək üçün bir mal seçməliyəm və bir polka seçməliyəm. Qabaqda olan polkaların qiymətləri baha olduğuna görə arxada hardasa 3-cü, 4-cü rəddə bir polka seçir və satdığı məhsulda çox baha bir məhsul almağa imkanı çatmır və deyir, mən kartofla əlaqədar biznes quracam. Amma bilirəm ki, mən müştəri cəlb eləmək üçün, müştəri məmnuniyyəti qazanmaq üçün fərqlənməliyəm və qeyri-adi olmalıyam, başqaları kimi olmamalıyam. Ona görə birinci növbədə öz aldığı polkanın tavanından çoxlu sayda lampuçkalar asmağa başlayır. Qabaq rədlərdə polka almağa pulum çatmadığına görə deyir, mən arxa rəddə aldım, amma o lampuçkaların çoxluğuna görə mənim obyektim, belə deyək də, polkam uzaqdan baxanda cənnətə aparan bir yol kimi görsənirdi. Növbəti addımda bu adam baxır ki, bütün kartof satanlar demək olar ki, eyni formadadır. Bu özün fərqləndirmək üçün uniforma alır, kepka alır və kepkanın üstündə yazılıb kartof mərkəzi və bu addımla digərlərindən biraz fərqlənir. Növbəti addımda bu kartof üzrə mütəxəssis olmaq qərarına gəlir. Siz ümumiyyətlə neçə növ kartof tanıyırsınız? Mən təxminən öz bildiyimə görə deyirəm, biz tanıyırıq qırmızı rəngdə olan kartofu, gədəbəy kartofu, yerli kartof, bir də tovuz kartofu tanıyırıq. Əslində isə 1000-dən çox kartof növü var. Qızartmaq üçün olan hansıdır? Bu başlayır oxumağa. Bunun qaynatmaq üçün olan hansıdır? Bunun çipsi üçün olan hansı növ kartoflardır? Adam istəyir ki, bunun kartofunda çoxlu asortiment olsun. Kepkası, uniforması, işıq və təsvir eləyin ki, qıraqdan görünən fon nə cür görsənir. Növbəti addımda insan qərara gəlir ki, başqalarından fərqli olmayaraq rəqiblikdə kartofu aşağı qiymətə satmasın. Bunu orta bazar qiymətinə başlayır satmağa. Növbəti addımda bu insan 1 kvadrat metr qırmızı xalça alıb öz polkasının qabağına sərir. Yanında isə qızılı rəngdə kalonkalar və ortasından, necə deyirlər, qırmızı kəndir keçir. Təsvir eləyirsiniz də səhnəni. Uzaqdan bir gür işıq, kimsə uniformada dayanıb, qabağında istənilən növ kartoflar var. Kartof haqqında ətraflı məlumat verə bilir və qırmızı xalçanın üstünə gələrək bundan alış-veriş eləyirlər. Kimsə elə fikirləşər ki, bu lap ağ oldu, amma əksinə onun ətrafında olan bazar adamları başlayır bunu çəkməyə, Instagrama, TikToka qoymağa ki, baxın, belə bir qeyri-adi adam var, gör nə edir. Bundan da bu viruslaşıb daha məşhur olmağa başlayır. Get-gedi daha çox satış eləyir və rəqiblərindən daha çox fərqlənir. Növbəti addımda bu başlayır çıxış eləməyə kartof haqqında Instagramda, TikTokda və digər YouTube'da, sosial şəbəkələrdə. İnsanlara izah eləyir ki, bu kartofdan hansı nə cür seçmək lazımdır? Qızartmaq üçün necə seçilir kartof? Məsələn, yaxşı qaynatmaq üçün necə seçilir? Kartofdan neçə cür yemək hazırlamaq olur? Minlərlə yemək hazırlamaq olur əslində. Bunların reseptlərin bir-bir internetdən maraqlı reseptlər yazır. Hər müştərisinin kulokunun içinə qoyaraq müştəri məmnuniyyəti qazanmağa başlayır. Növbəti addımında bu, tünd rəngli qalın kulok sifariş eləyir. Üstündə narıncı yazı ilə kartof mərkəzi. Və bu qalın olduğuna görə evə kartof aparan adam həmin zəmbildə, həmin kulokda təzədən saunaya müəyyən paltarını aparır, balığa gedir, ova gedir, nə bilim, hər hansı bir qonşuya nəsə göndərmək lazım olanda göndərir. Hər yerdə də bunun logotipi oxunur və bunun əlaqə nömrələri oxunur. Bəs bilirsinizmi, niyə görə evdə uşaqların hamısının çox sevdiyi kartof free hazırlanmır? Onu xüsusi paketlərdən alırıq, marketlərdən və bəzən restoranlarda yeyirik. Çünki yerli növ kartofda kraxmal az olduğundan o büzüşür və xırçıllamır. Bu insan
götürür Hollandiyadan xüsusi toxumlar sifariş edir. Həmin toxumları yerli fermerlərə verərək onlardan həmin kartof sortunu alır və satışa buraxır. İnsan maraqlanır ki, refrigeratorla gələn kartof frinin qiyməti tamojniyadan və s. yerlərdən keçdiyinə görə baha olduğu üçün bu aldığı fermerlərdən çips üçün hazırlanan kartofu təmizləyib, doğranıb, xüsusi üsulla hazırladıqda bu bunu restoranlara və kafelərə də paylaya bilər və belə də edir. Artıq bu hərəkətlə bu B2B sektora çıxır və növbəti addımında öz polkasının yanında bir balaca yer düzəldərək orada kartof fast foodu yaradır. Kartof fast foodu deyəndə yaxşı dadlı kartofu isti vəziyyətdə arasını açıb içinə o silyotka deyirik də biz ona, balığın sümüksüz hissəsindən bir dilim qoyur və müəyyən tərəvəzlərlə bükərək çörək arasında satmağa başlayır. Bütün bu addımlar buna uğur gətirdiyi üçün növbəti addımı və sonuncu addımı bunun maştabirovanyadır. Yəni bu başlayır eyni epizodları başqa yerlərdə həyata keçirməyə. Məsələn, bizim dildə desək təzə bazarda, yaşıl bazarda, digər yerdə, hər yerdə öz polkası olur və inkişaf eləyir. Sizə düşən bu məhsulun yerinə öz məhsulunuzu qoyub və yaxud gətirəcəyiniz məhsulu qoyub bu hərəkətləri təkrar eləməkdir. Mən inanmıram ki, burada uğur əldə eləməyəsiniz. Bu videonu sizə maraqlı gələn insanlarla paylaşın, kimə ki maraqlı olar da bu. Və əgər məsləhət bilirsinizsə, abunə olmağı unutmayın, çünki burada biznes və restoran biznesləri haqqında mühüm məlumatlar verilir.